Azərbaycan mədəniyyət aləmi ağır itki ilə üzləşib. Modernas xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist, sənətkarlığı və ustalığı ilə xalq tərəfindən sevilən Yadigar Muradov ötən gecə vəfat edib. Ağdam rayonunda anadan olmuş Yadigar Muradov uzun illər yaradıcılıq fəaliyyətində olub. O, keçmiş Aynes telekanalının qrup verilişində Aşıq Yediyar obrazı ilə yadda qalıb. Bundan əlavə, sənətkar uzun müddət Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru və kreativ sima kimi fəaliyyət göstərib. Yadigar Muradov uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Oktyabr ayında vəziyyəti ağırlaşıb, reanimasiya şöbəsində müalicə alırdı. Oğlu Yaşar Muradov bildirib ki, bədənində infeksiya, qızdırma və digər ağırlaşmalar müşahidə edilib. Aşıq Yediyar obrazı Azərbaycan televiziya tamaşaçıları üçün çox sevilən obrazlardan biri olub. Onun səhnə çıxışları, mahnıları geniş auditoriya tərəfindən yadda qalıb. Teatr sahəsində də böyük iz buraxıb. Həm səhnə, həm idarəçilik sahəsində fəaliyyətləri olub. Aşıq Yadigar yaradıcılığı publisist satirik verilişlərdə iştirakı mədəniyyətimizdə xüsusi yer tuturdu. Tanınmış sənətkarın vəfatı mədəniyyət aləmi üçün böyük itkidir. Allah rəhmət eləsin. Ailəsinə, yaxınlarına və sənətsevərlərə dərin hüzünlə başsağlığı veririk. Ruhun şad olsun sənətkar.